Füzuli özü üçün deyir ki, mənim elmim dənizdir, dəniz. Bir elm ki, dəniz olayı ha. Adil onun suyundan götürsə hələ bir stəkan götürərdi, artıq götürə bilməz ki. Bu dənizdir və bu dəryadır, ay balam. Mənim könlüm sədəfdir, sözlərimdir dürr-i qəltani, dənizdir elmim, Allah feyzidir barani neysanı. Xırdalasam sənin üçün. Deyəsən, ha, sən nə danışsan? Burada sədəf söhbəti var. Sədəf dənizdə olur. Sədəfin içində mirvarı olur. Mirvarı necə yaranır, nədən yaranır? O məsələlər hamısı gedir bu iki misrada. Hamısı gedir. Sədəfin yaranması üçün Nisan yağışı yağmalıdır, ildə bir dəfə yağır, baharda. O yağış yağanda sədəf çıxır suyun üzünə, bugün də elədir bu proses. Bu elmdir, bunu mən özümdən demirəm. Çıxır suyun üzünə, açır ağzını, canlı varlıqdır da, dəniz ilbizi deyirlərdi ona. Açır ağzını, Nisan suyunun damlalarından udur, daha bağlandı, getdi suyun dibinə. Ondan bir vari əmələ gəlir. Deyir, mənim könlüm sədəfdir. Bax, Füzuliyə bax. Mənim könlüm sədəfdir. Sədəfin içində mirvarı olmalı. Hani burada mirvarı? Sözlərimdir dürr-i qəttani. Həmin dür mənim sözlərimdir, o sədəfin içində. Bəs birdən soruşsa ki, bu hansı Nisan yağışından əmələ gəldi? Ona da cavab verir. Dənizdir elmim. Sədəf dənizdə olur axı. Dənizdir elmim. Allah feyzidir Nisan-ı baranı. Allah Allah, Allah Allah, Allah Allah. Ben bunu okumayayım neydi? Ben bunu okudum, başka şey okuyabilmirəm daha. Başka bir yerde gör nedir Füzuli? Deyir, mən şair-i musiyi kəlaməm. Mən şeiriyyatın Musasıyam. Musa Peyğəmbəri. Şeiriyyatın ha. Ne üçün? Musa Peyğəmbərin möcüzələri vardı ya.